Salam, hər vaxtınız xeyir olsun. Salamlayıram azı. Hər Aleyküm vaxtınız xeyir selam. olsun. Bugün Aşura Məktəbi Məhrəm ilə bağlı 6-cı hissədir artıq bu mövzu ilə bağlı danışılır. Çox ciddi mövzulara toxunulub. Günümüzdə olan trendlərdə olan bəzi mövzular var. Onlar haqqında danışılıb və sonuncu olan mövzu ki, psixoloji olan bir yanaşma idi ki, insanın daxili dağınıqlığı ilə bağlı mövzuya yanaşdınız və bu doğrudan da günümüz üçün ən ciddi mövzulardandır. İstərdik ki, elə sanki bu mövzunun axarı olaraq İmam Hüseyn əleyhissalamın hərəkatında, İmam Hüseyn əleyhissalamın məktəbində bir fokuslanmış bir hissəyə və yaxud da hər hansı bir mesaja, hər hansı bir hadisəyə fokuslanaraq bu mövzunun toparlanmağında necə yanaşmaq olar ki, konkretləşdir söyləyək. Buyurun. Bismillahirrahmanirrahim. Allah'ın salamı olsun əziz Peyğəmbərə və onun pak əhli beytinə. Allah'a sonsuz şükürlər və həmdlər olsun ki, bu mövzularda danışmaq ləyaqəti nəsib eləyir. Elhamdülillah. Və nəzərə alsaq ki, bugün də birinci blok bəhsi tamamlayırıq əslində. Ki, davamı da inşallah nəsib olar. Allah nəsib eləyər olar. Ki, birinci mövzu bu idi ki, Tövbə surəsində biz görürük ki, ey möminlər, təqvalılarla, ey möminlər, ilahi təqvə etləyin və siddiqlərlə olun, doğrularla olun. Sonra gəldi, çatdıq buna ki, Peyğəmbərimiz deyir ki, möminlərin qəlbində Həzrət İmam Hüseyn əleyhissalamın şəhidliyi ilə bağlı bir hərarət var, bir istilik var. Qiyamət gününə qədər də sönməyəcək bu iki. Sonra bir geniş bəhs elədik ki, sən bu hərarət bir emosional mövzudur, bir fərqindəlikdir. Bu hərarət insanı müraqəbəyə aparan bir hərarətdir. İnsanı özünü düzəltməyə, yəqza, oyanma, bir insanın özünü qurma, insanın özünü təmizləmə, insanın haqla batili ayırmağa can və nəhayət olaraq haqla birgəliyəcən, dövrün imamı İmam Zaman Ağa Cəfərəcoğlu birgəliyəcən aparan bir mövzudur. Bunlara can da toxunduq. Sonra bir neçə dənə də biz çağırışlara da insanşünaslıq baxımdan ki, Aşura məktəbi ümumiyyətlə insanı bir növ sirkələyir insanşünaslıq baxımdan ki, sən kimsən? Sən kim olaraq ümumiyyətlə varsan? Və sən nə istəyirsən? Və sən kimi ilənsən? Amma bunun kökündə duran sən kim olaraq varsan? Sən insan olaraq kimsən? Bunların haqqında da bir mövzumuz oldu ki, kim ki tapmışdı sən, mən kiməm? Məsələn, Həzrəti Hür tapanda o kimdi? Başa düşdü ki, faciəvi vəziyyətdədir. Sıranı gəldi. Lazımdır, bəli. Gəldi. Və bu kimi misallar hamısı da o cür. Biz bir mühüm bir dənə məsələ istəyirik ki, siz dediyiniz o açar bir mövzu ilə istəyirik yekunlaşa. Dedik, biz müasir dövrün çağırışları baxımından yekun hissələri istəyirik danışaqlar. Müasir dövrün çağırışlarından biri, trend çağırışlarından biri dəyərlər və seçim çağırışıdır. Yenə də mən bunun terminoloji formasında deyirəm ki, bəzi əzizlər ki, dinləyirlər bu bəhslərə, onlar üçün də o belki daha doğma səslənər, bunu eşitmiş olalar. Ki, amma bilərlər ki, bunun elə bizim özümüzün məktəbimizin içində, öz paradigmanın içində, öz sivilizasiyamızın içində, öz təməddünümüzün içində bütün bu məsələlər var. Moral choice challenge. Yəni, bu bir dənə əslində dəyərlər və seçim çağırışı, bir aktual məsələdir. Bir yandan çağırış və bu yandan dəyər üzərində olan çağırış və biz seçim edərkən dəyər üzərində seçim etmə. Lazımdır. Və bu kimi və s. xüsusən süni intellekt və s. mövzular da ki, həyata daxil olur və seçimin özünün etik olub olmamağı və s. aktuallaşır. Bugün ən böyük problem günümüzdə haqla batil tez-tez qarışdırılır. Fake dünyası, informasiya sahəsində səhərdən axşamacan fakelər dünyası. İnformasiyanın həddən ziyadə çox olması. Və bugün haqq və batilin tez-tez qarışdırılması. Bugünkü təəssüflər olsun trendlərdən biri dünyada, istehlakçı dünyada zülm normal görsədilir.
susmaq ağıllılıq göstərilir. Rahatlıq uğur kimi təqdim olunur. Bütün aşağı yuxarı, belə demək olarsa, istehlakçı cəmiyyətlərin özünə lazım olan dırnaqarası insan yetişdirirlər ki, o nə verilir norma kimi qəbul etsin, nə vəziyyət olsa, tələb olunsa bunu üstündən ki, sən ağıllı adamsan da, sən elə ona uyğunlaş və əgər sənin nətər deyərlər, tam sönmüş insani halın sönüb və rahat rutin həyatı yaşayırsansa, bunun da adını uğur qoyurlar. Uğurun da meyarı budur. Pulun var və öz rutinini yaşaya bilirsən, insanlığı söndürərək, normal hər şey. Şükür Allaha 21-ci əsrdə, xüsusən son illərdə bu yaşamır artıq. Yaşamır. Hər il ciddi-ciddiyə biz görürük insanların bununla qane olmaması var. Bu ona görə bir dənə trendə çevrilib ki, mənəvi seçim mövzusu bir dənə trendə çevrilib. Mən seçimim istəyirəm mənəvi olsun. Və bunun da müsəlman ya qeyri-müsəlman topluma, bütün toplumlarda gedən bir dənə mövzudur. Və xüsusən son bir ildə əvvəl Che Guevara, əvvəl bu cür sol dəyərləri ilə bağlı bir şeylər axtarışında olan dünya insanı baxırsan nə İslam aidiyyəti var, nə filana var, yazır Ləbbeykə ya Hüseyn. İngiliscəsini onu tapır, qoyur. Nədir bu? Bu deyir ki, necə əvvəl Che Guevara onlar üçün bir nümunə idi, o cür idi də, solçu bir həyatı onlar üçün bir nümunəvi bir vəziyyət idi. Olan yalancı nəsnələrin içindən boğulub buna çıxmışlar. İndi başa düşürlər ki, soldan da bir şey çıxmadı. Sağın da romantik görsəntisindən də bir şey çıxmadı. Söhbət insan olaraqdan gedir. Bir ilahi dəyərlər üzərində seçimi edən kimliklər ardıncadılar. Və baxırsan, dünyada bir gün ərbəyin marağı ildən ilə artır. İmam Hüseyn əleyhissalama maraq ildən ilə artır. Ona görə də Aşura, bu ilki Aşura, keçən ilki, 5 ilki, 10 il əvvəlkindən qat-qat çox müasir insanın etik seçimi, əxlaqi seçimi üçün, sızılmış bir dünya üçün daha çox yönləri elə bir yerinə oturur. Ona görə də Aşuranın mühüm mövzusu budur ki, haqq azlıqda qalsa da haqdır. Haqq saya görə dəyişmir. Haqlı olmaq gücə görə dəyişmir. Haqlı olmaq səs-küyə görə dəyişmir. İnsan haqqı tanıyan andan onun yanında dayanmaqdadır mövzu. Müasir dövrümüzün böyük, nəhəng əzizlərindən birinin dilindən gələn bir sözdür. Allah bizlər üçün şəfaətçi qərar versin əzizləri. Bir insanın dəyəri nə elmlədir, nə pulladır, nə malladır, nə filanladır, İnsanın dəyəri iman etdiyi, etiqad etdiyi, inandığı mövzuda sabit qədəm durub sonacan qala bilməsi. İnsan nə qədər bunu bacarırsa o qədər dəyəri var. Yəni bunu tərcümə eləsək müasir dildə, desək ki, insanın dəyəri onun çox fizioloji ehtiyacını ödəməsindədir, onun çox emosional duyğularını ödəməsindədir, onun çox mənəmçiliyindədir, onun çox egosundadır. İnsanın dəyəri iman elədiyi, etiqadı olduğu, ilahi rəngə boyanıb çatdığı bir mövzuda sabit qədəm qala bilməsi, nə həddə qala bilirsə dəyəri o qədərdir.
Çünkü bu insanı insan eləyən mövzu budur. Və bunu en bariz şəkildə Həzrət İmam Hüseyin əleyhissalam eləyib Aşurada. Və 21-ci əsrdə də insanın o bayaq dediyimiz kimi moral choice challenge mövzusunda həmən o əxlaqi seçim çağırışı bu gün var dünyada. Bəşər insanı suzuyub etiqad və iman üzərində sabit qədəmlik üçün suzuyub. Pula göre sabit qədəm axıracan ola bilinmir. Biri çox pul verəcək, değişəcək. Nə bilim, vesair. Hər sahədə o cür. Pul dedik da bütün bunun meyyarı bu dəqiqə puldur da. Ancaq dəyərlər və ancaq mənəviyyat üzərində olan seçimin sabit qədəmliyinin dəyəri var. Allah bizə lütfüləsin ki, Amin. Məhərrəm səfər boyunca bu əhvalı, bu dəyərləri duya bilək. İmana yiyələnmək istəyirsə təqvalı olmaq və doğrularla bir yerdə olaq. Qəlbimiz imanlı olsa bu hərarətə malik olar. Bu hərarətə malik olsa həyatımız dəyişər və həyatımızın mənası olar inşallah. Allah özü nəzər salsın. Amin. Amin. Allah razı olsun. Sağ olun. Təşəkkür edirik. Çox sağ olun. Sağ olun.